İki otaqlı mənzil ailə olmaq şərti ilə kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir, yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyətzadə küçəsində. Vital klinikasının yaxınlığında yeni inşa olunmuş 13 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 64 kvadrat olan tam təmirli və bununla bərabər əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Yeni çəkilmiş kombi sistemi mövcuddur, televizor, xaladelnik, yeni yığılmış kuxna mebeli, paltar yuyan və s. Yəni demək olar ki, mənzildə yaşayış üçün bütün avadanlıqlar mövcuddur. Əlavə olaraq depozit 200 AZN təşkil edir. Kirayəçi çıxdıqdan sonra heç bir hal, narazıçılıq baş vermədiyi təqdirdə 200 manat kirayəçiyə geri qaytarılacaq. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyətzadə küçəsində, Vital klinikasının və 308 nömrəli orta məktəbin yaxınlığında yeni inşa olunmuş 13 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 64 kvadrat olan 2 otaqlı, tam təmirli və tam əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağında da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin aylıq kirayə haqqı 500 manatdır. Əlavə olaraq ev sahibi 200 manat depozit istəyir. Bu da yəni kirakeş evi təhvil verdikdən sonra heç bir hal, heç bir borc olmadığı təqdirdə 200 manat kirayəçiyə geri qaytarılacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Təcili olaraq Yeni Yasamalda 2 otaqlı mənzil kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın yeni inşa olunmuş 21 mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, ideal təmirli və bununla bərabər bütün əşyaları ilə birlikdə mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 21 mərtəbəli yeni inşa olunmuş binanın 8-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, tam təmirli və tam əşyalı mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayəyə verilir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 650 manatdır, komendant daxil. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277
1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunun ən gözəl yerində İsmail bəy Qurtqaşınlı küçəsində 3 otaqlı, ideal təmirli mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda İsmail bəy Qutqaşınlı küçəsində. Həm Hüseyn Cavid parkına yaxın, həm də yaxınlığında bir əlavə olaraq kiçik park var və Dost mərkəzinə yaxın bir ərazidə hündür mərtəbəli, yeni inşa olunmuş binanın 4-cü mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 3 otaq studiya tipli mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzilin 2 sanitar qovşağı, 1 qardirob otağı, 2 eyvan vardır. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. İsmail bəy Qutqaşınlı küçəsində hündür mərtəbəli, yeni inşa olunmuş binanın 4-cü mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 3 otaqlı, studiya tipli, ideal təmirli, 2 sanitar qovşağı, 1 qardirob otağı, əlavə olaraq 2 eyvanı olan bir mənzildir. Təcil olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzilin sənədi KUPSAdır. Əvvəldə də bildiyim kimi yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər Elmlər metrosuna da çox yaxın bir əraziyə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 465 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Çox ucuz qiymətə yeni Yasamalda 3 otaqlı 100 kvadratlıq mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın yeni inşa olunmuş 21 mərtəbəli binanın 16-cı mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 3 otaqlı, tam təmirli, qazı, suyu, işığı daimi olan bir binada yerləşir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Evin isitmə sistemi kombidir. 3 ədəd lifti var, işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 21 mərtəbəli yeni inşa olunmuş binanın 16-cı mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 3 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı olaraq mənzil satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir. Mənzilin isitmə sistemi kombidir.
Binada 3 ədəd lift fəaliyyət göstərir, üçü də işlək vəziyyətdədir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti əvvəldə də bildirdiyim kimi çox ucuz qiymətə satışa çıxarılıbdır. 166.000 manatdır. Sənəd müqavilədir. Çox yaxın vaxtlarda kupça verilməsi də gözlənilir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.